Moskvada Böyük Vətən müharibəsində qələbənin 71-ci il dönümünə həsr olmuş hərbi paraddan sonra artıq ənni halını almış ölümsüz alay yürüşündə Rusiya Federasiyasında yaşayan soydaşlarımız da iştirak etdi. Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan-Rusiya Gənclər Təşkilatı, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondu, Azərbaycan-Slavyan Gənclər Assosiasiyası və digər təşkilatlarla yanaşı el bayramında adi azərbaycanlılar da iştirak etdilər. Milyona yaxın insanın iştirak etdiyi ölümsüz alayda Azərbaycan bayrağı qırmızı meydanı bəzədi. Birlikdə hərəkət edən azərbaycanlılar keçmiş Sovet xalqları arasında diqqət çəkənlərdən oldu. Это мой дед, зовут его Мамедов Гусейн. Сегодня я пришел поддержать азербайджанскую молодежь, поддержать акцию «Бессмертный полк», выразить свою гордость за своего деда, за свою нацию, за то, что наша нация не осталась в stороне. Mən fəxr eləyirəm ki, mənim babam Hüseynov Əhməd Abbasoğlu 41-45-ci ildə Almaniyaya qədər gedib çatmışdı. Onun nəvəsi olduğum için çok fəxr eləyirəm. Помним, любим и всегда будет в наших сердцах он. Мы пришли в бессмертный полк, он для нас всегда бессмертный. Это мой дедушка, Нухов Джумшир Чихалоглы. Он был ранен в бою, но все равно, несмотря на это, дошел до Берлина. Я им горжусь и вообще я горжусь всем нашим народом. Спасибо. Mən fəxr eləyirəm ki, mən Məhərrəmin qızıyam. Babanız nerede döyüşür? Leningrad cəbhəsində. Neçə il müharibədə oldu? Necə? Neçə il müharibədə oldu? Biz axıra qədər, 45-ci ilə qədər yaralanıb qayıdıbdı. Dədələrinin, babalarının şəkilləri ilə meydana çıxan azərbaycanlılar müharibədə qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük rolunun göstəricisi oldu. Qələbənin birlikdə qazanıldığını vurğulayan həmyerlərimiz Azərbaycanın müharibəyə verdiyi töhfələri qeyd etdilər. Bütün Rusiya 9 may bayramını, qələbə bayramını qeyd edir. Biz Azərbaycan diasporası adından yüzlərlə adam bura yığılıb, en azından Azərbaycanın həqiqətlərini Rusiya cəmiyyətini çatdırır, bayraqlarımızı ucaldır. Biz göstəririk ki, 700 mindən çox Azərbaycanlı 2-ci Dünya müharibəsində vuruşub, 300 mindən çox dədə babalarımız öz canını qurban verib vətənin xilası üçün. Hər bir azərbaycanlı şəkillərlə yanaşı Azərbaycan bayrağını da dalğalandırdı. Qırmızı meydana həmrəy şəkildə girən soydaşlarımız sonda xatirə şəkili çəkdirdilər. İqbal Rüstəmov, Sərxan Sadiqi, İntiraz Moskva.